Qoç bürcü 1 may 2025-ci il. Gün asan başlamayacaq. Bir çox qoç öz günahı üzündən deyil, başqalarıyla münaqişələrdən qaça bilməyəcək. Ancaq digər insanların zəif cəhətlərinə anlayış və laqeydlik göstərsəniz, vəziyyəti tez bir zamanda düzəltmək çox vaxt mümkündür. Diqqətinizi tək başına idarə edə biləcəyiniz işlərə yönəltməlisiniz. Yeni başlanğıclar və ciddi layihələr üçün ən yaxşı vaxt deyil. Bir az sonra intuisiyanız kəskinləşəcək və bu bir çox problemlərin həllinə kömək edəcək. Gələcək işinizdə sizə faydalı olacaq, faydalı bacarıqlara yiyələnmək şansınız olacaq. Buğa bürcü 1 may 2025-ci il. Olduqca uğurlu gündür. Bununla belə, səhərlər maliyyə məsələlərində xüsusilə diqqətli olmaq zərər verməz. Etibarlılığını praktikada hələ sübut etməyənlərə etibar etməyin. Bütün məlumatları dəqiqləşdirin və 2 dəfə yoxlayın. Artan sayıqlıq itkilərdən və zərərlərdən qaçmağa imkan verəcək. Bütün gözləntiləriniz doğrulmayacaq, lakin ciddi məyusluqlar olmayacaq. Bir çox buğalar çox müxtəlif insanlarla qarşılıqlı faydalı şərtlərlə asanlıqla razılığa gələcəklər. Axşam çölə çıxmaq, yeni insanlarla tanış olmaq üçün münasibdir. Əkizlər bürcü 1 may 2025-ci il. Səhər çətin olacaq. Diqqəti cəmləmək və işlərdə çaşqınlıq xaosa səbəb olacaq. Xırda şeylərdən yayınmaq çətin olacaq. Əkizlərin əksəriyyəti fasilə verib işləri qaydasına salmalıdır. Onda gələcək işləri daha yaxşı olacaq. Detallara diqqət etirin. Onlar mühüm məsələlərin həllində əsas rol oynaya bilərlər. Günün ikinci yarısı yaxınlarınızla danışıqlar və ya ciddi məsələlərin müzakirəsi üçün mükəmməldir. Ətrafdakıların maraq və motivlərini başa düşməkdə çətinlik çəkməyəcəksiniz. Xərçəng bürcü 1 may 2025-ci il. Çətinliksiz olmasa da uğurlu gündür. Yeni perspektivli layihələrə başlamaq üçün əlverişli zamandır. Bir çox xərçənglər ilham dalğası hiss edəcəklər və yaradıcı yanaşma onlara qeyri-müəyyən situasiyalarda orijinal həllər tapmağa imkan verəcək. Faydalı əlaqələr qura, çoxdankı bədxahları qazana biləcəksiniz. Günün ortalarında yaxınlarınızla xırda fikir ayrılıqları mümkündür. Bununla belə çox səy göstərmədən onlara qalib gələcək, dinç bir atmosferi bərpa edəcəksiniz. Təcrübəli dostların məsləhətləri faydalı və vaxtında olacaq. Şir bürcü 1 may 2025-ci il. Kifayət qədər səy göstərsəniz çox şeyə nail ola bilərsiniz. Səhər bütün cari işlərin öhdəsindən gəlmək o qədər də asan olmayacaq. Siz əzmkarlıq nümayiş etdirməli olacaqsınız. Bəzən kömək üçün etibarlı həmkarlarına müraciət etmək zərər vermir. Bir çox şirlər güc və enerji ilə dolu olacaqlar. Ona görə də kiçik uğursuzluqlar onları yoldan çıxarmayacaq. Gizli istedadlarınız oyanacaq. Bu, işlərinizin vəziyyətinə ən yaxşı təsir göstərəcəkdir. Demək olar ki, ümidsiz görünən problemlərin öhdəsindən gələ biləcəksiniz. O qədər inandırıcı olacaqsınız ki, fikirlərinizi ən inadkar həmsöhbətlərə çatdıra biləcəksiniz. Qız bürcü 1 may 2025-ci il. Ziddiyyətli gündür. Başqaları ilə ümumi dil tapmaq o qədər də asan olmayacaq. Köhnə münaqişələr yenidən sizi təqib edəcək və onları həll etmək üçün çox səy göstərməli olacaqsınız. Bir çox qız bürcü iş rejimində gecikmədə çətinlik çəkəcək. Məsuliyyətlərinizə laqeyd yanaşmaq və işləri sonraya qoymaq istəyəcəksiniz. Bu istəyə rəvac vermək olmaz. Əgər səy göstərə bilsəniz, günün qalan hissəsi yaxşı keçəcək. Kifayət qədər səy göstərsəniz, bir sıra vacib məsələləri həll edəcək. Bütün yarımçıq işləri başa çatdıracaqsınız. Yaxınlarınızın dəstəyi sizin üçün xüsusilə önəmli olacaq. Tərəzi bürcü 1 may 2025-ci il. Uğurlu gündür. Ən çətin həmsöhbətlərə belə asanlıqla yanaşma tapa biləcəksiniz. Yeni perspektivli əlaqələr qurmaq mümkün olacaq. Xarici tərəfdaşlarla danışıqlar üçün əla vaxtdır. Bir çox tərəzilər nüfuzlu himayədarlar əldə edəcəklər. Layihənizə sponsorlar cəlb edə biləcəksiniz. Bir dəfəlik, lakin nəzərə çarpacaq pul qəbzləri mümkündür. Qarşınızda çoxlu, gözəl imkanlar açılacaq. Onları əldən verməyəcəksiniz. Günün sonunda mürəkkəb məsələlərin öhdəsindən gəlmək çətin olacaq. Ona görə də vacib məsələləri sonraya qoymayın. Əqrəb bürcü 1 may 2025-ci il. Gününüz xeyir, qarşınızda əlverişli perspektivlər açılacaq. Onları əldən verməyəcəksiniz. Əksər əqrəblər qeyri-adi dərəcədə inandırıcı və cazibədar olacaqlar. Buna görə də mühüm danışıqları uğurla aparacaqlar. Bir çox problemləri həll edə, ən çətin və qeyri-adi işlərin öhdəsindən gələ biləcəksiniz. Eyni zamanda ətrafınızdakılar əhəmiyyətsiz səbəblərdən diqqətinizi yayındırmağa çalışacaqlar. Bu, vacib olana diqqət etdirməyi çətinləşdirə bilər. Odur ki, diqqətinizi sizin üçün vacib olana yönəldin və ətrafınızdakı hər kəsi razı salmağa çalışın. Oxatan bürcü 1 may 2025-ci il. Qeyri-müəyyən bir gündür. Əhəmiyyətli məsələləri sonraya qoymayın. Səhər bütün səylərinizdə şanslı olacaqsınız. Buna görə də iddialı planları həyata keçirməyə başlamaq vacibdir.
kifayət qədər səy göstərsəniz, bunu edə bilərsiniz. Bir çox ox atanlara işlərin öhdəsindən tək gəlmək lazım olmayacaq. Onların köməyinə çoxdankı və sübut olunmuş müttəfiqlər gələcək. Ola bilsin ki, yaxşı tanıdığınız biri ilə romantik hekayə başlasın. Oğlaq bürcü 1 may 2025-ci il parlaq və hadisələrli gündür. Oğlaqların əksəriyyəti gücü, enerji ilə dolu olacaq. Buna görə də istənilən çətinliyin öhdəsindən asanlıqla gələcəklər. Yaradıcılıq qabiliyyətləriniz kəskinləşəcək. Ona görə də çətin vəziyyətlərdən çıxış yolu tapa biləcəksiniz. Təşəbbüs etmək, cəsarətli ideyaları həyata keçirmək üçün doğru zamandır. Həmkarlarınızın və rəhbərliyin gözündə yaxşı reputasiya yarada biləcəksiniz. Günün ikinci yarısı müxtəlif insanlarla ünsiyyət üçün əlverişlidir. Çölə çıxmaq isə çoxlu parlaq təəssüratlar verəcək. Dostluğun və ya uzun müddətli əməkdaşlığın başlanğıcı ola biləcək yeni tanışlıqlar mümkündür. Dolça bürcü 1 may 2025-ci il. Bu gündən çox şey gözləməyin. İlk çəkdə hər şey nəticə verməyəcək və bunu dərhal qəbul etmək daha yaxşıdır. Bir çox dolçalar başqaları ilə ortaq dil tapmaqda çətinlik çəkəcəklər. Hətta heç bir xüsusi problem olmadan bunu bacarsalar da. Cari işlərlə məşğul olun. Sənədlərinizi qaydaya salın. İri miqyaslı layihələrə başlamayın. Vacib qərarlar qəbul etməməli. Uzun müddətli planlar qurmamalısınız. Dostlarla görüş pis əhval-ruhiyyənin öhdəsindən gəlməyə kömək edəcək. Yaxın qohumların dəstəyi də əvəzsiz olacaq. Onlar sizin üçün bəzi narahatlıqlarınızı öz üzərlərinə götürməyə hazır olacaqlar. Balıqlar bürcü 1 may 2025-ci il. Ən asan gün deyil. Səhər sizi əsəbləşdirəcək xırda problemlərin öhdəsindən gəlməli olacaqsınız. Qohumlarla, həmkarlarla qarşılıqlı anlaşmaya nail olmaq çətin olacaq. Mümkünsə kənardan kömək almadan həll edə biləcəyiniz gündəlik işlərə diqqət edin. Bəzi balıqlar planlaşdırılmamış xərclərlə üzləşəcəklər. Axşama doğru ən vacib işlərin öhdəsindən gələcəksiniz. Bununla belə emosional təcrübələr keçməyəcək. Ona görə də soyuqqanlılığı qorumaq həmişəkindən daha çətin olacaq. Yaxşı qohumların və təcrübəli dostların məsləhətləri sizə kömək edəcək.